Evin olsun, maşının olsun, işin olsun. Bəli, valideyn olaraq o evladına görə rahat olmaq istəyir və bu təbii bir istəkdir. Amma sənin qızın onda nədir? Harda işləyir, maşını nədir? Nəyin var? Elə bil bazardasan. Cipdir, sedandır, nə bilim, ayaqqabı və hansı brenddən geyinir. Ona görə də artıq nə var? Burada evlənərək qabağa düşmək istəyi var. Gəlir birinci ərə gedir, sonra deyir mən sən valideynlərlə yaşaya bilmirəm. Gəl buranı sataq, valideynləri bağa köçürək. Biz özümüz cavan ailəyik. Sonra da uşaq olur, deyir artıq uşağım da var. Neynirəm? Bununla səhərdən axşama kimi bu vaxt keçirəm. 5 gün bu qucaqda, 6 gün bu qucaqda, evladlar aralıqda və təbii ki, ailə üstü təəssüflər olsun ki, dağılır. Deyir, pulu mən verirəm, musiqi ilə mən sifariş edəcəm. Köpək oğlu, sən nə adam olmusan, sən qərar qəbul edəcəksən. Yəni şəxsiyyət kimi qəbul etmirik. Uşağa daha çox investisiya kimi baxırlar. Ki, uşağı oxuduracam, böyüyəcək, sonra uğurlu karyera, status, pullar və bizə baxacaq. Və bu istərsizin uşağın artıq psixologiyasına mənfi təsir göstərir ki, bir tipli mənə əşya, mənə hansısa bir obyekt yanaşması ilə baxırlar. Mənim valideynlərim istəyirdilər ki, mən həkim olum və güya ki, mən cərrah olacam. Nə var, barmaqlarım uzundur. Öz bəlkəmdə uğursuzluqlarını maddiyyatda gördüklərinə görə düşünmürlər ki, mənim uşağım santexnikoloqla da xoşbəxt ola bilər. Salam dostlar, Bakı reallığındasınız. Mən İdris Cəfərov sizləri salamlayıram. Bugün daha bir maraqlı mövzu ilə qarşınızdayım. Gəlin görək Cahal bizə hansı sualları hazırlayıbdır. Amma öncədən xahiş edirəm, yoxlayın. Baxın, görün bizi daimi izləyirsiniz, takipçimisiniz yoxsa yox. Bir dənə takibi də orada zınqırovla bir yerdə basın. Biz isə başladıq. Cahal, xoş gördük. Xoş gördük İdris. Bugünkü mövzumuz bir keçmiş mövzularımızdan məncə daha maraqlı mövzudur. Bu da hal-hazırda kifayət qədər aktual mövzudur. Azərbaycanda ailə institutudur. Nə vaxt evlənirsən, niyə evlənmirsən? Bu sualları eşitməkdən bezmirsən yoxsa yox? Sualları eşitməkdən bezmişəm. Çətindir İdris, bu dövrdə doğrudan evlənmək çətindir. Çünki keçmiş dövrlə müasir dövrdə evliliyin də istər-istəməzdən artıq münasibətlər dəyişib. Sən keçmiş bir podkastlardan birində demişdin ki, artıq demək olar ki, evlilik istehlakçı münasibətlərinə dönüşüb, artıq oğlan gedir, oğlana verilən suallar, harda işləyir, maşını nədir, nəyin var, elə bil bazardasan. Cipdir, sedandır, nə bilim, ayaqqabı və hansı brenddən geyinir, belə suallar adam istəsən sıxır. Görək qismət, biz də bugün həmin bu ümumiyyətlə... Azad bazardır, hər şey kağızdır. Görək bugünkü mövzumuzun alt sualları kifayət qədər maraqlı suallar hazırlamışam həqiqətən. Gələk ilk sualdan başlayaq ki, ümumiyyətlə. Keçmişdə ailə daha stabil, amma bəzən məcburi idi. Bugün isə daha azad, amma daha tez dağılır. Səncə, hansı model daha sağlamdır və biz doğrudan da inkişaf eləmişik, yoxsa sadəcə forma dəyişmişik? Yəni, keçmiş və müasir ailələri gebdən müqayisə edək. Sırf Azərbaycandan danışacağıqsa, təbii ki, keçmişdə Azərbaycanda da bu var idi. Əgər qız boşanıb gəlirdisə, Özbəkistanda bugün də bu var. Valideynlər qəbul etmirlər. Deyirlər, o sənin yoldaşın, o sənin seçimin, sən artıq ailə qurmusan və problemin var, nəyin var, yoxdur, bizə aidiyyəti yoxdur, get özünə, yəni get ailənə. Nəzərə alsaq ki, Azərbaycanda demək olar 90%-ə yaxın boşanma ilə bağlı müraciətlər xanımlardan, qadınlardan gəlir və ailəni qoruyan, ailəyə dəyər verən, ailədə rahat mühit yaradan da məhz xanımdır. Çünki evdə daha çox vaxt keçirir. Elə bir mühit olmalıdır ki, kişi evə gəlmək istəsin, evdə vaxt keçirmək istəsin, bu ailə üçün nələrəsə nail olmaq istəsin. Bu istəyin kökündə təbii ki, bunu belə deyək, alovlandıran, gözlərini işıqlandıran bir xanımın evdə olması vacibdir. Təəssüflər olsun ki, necə gənclərimizə, uşaqlarımıza sosial şəbəkələr çox təsir göstərdi. Evdar xanımlarımıza da böyük təsir türk serialları göstərdi. Hətta bir çox ölkələr bunların qadağa olunmasını müzakirə edirlər. Çünki seriallarda hər şey çox gözəldir, çox romantikdir. Əgər sən bağbanı sevirsənsə, bağbanla da xoşbəxt ola bilərsən. Xəyanət eləmək böyük bir problem deyil. Ömür bir dənədir, bir dəfə verilir və bu ailənin belə deyək də fundamental
betonun altını başladı yumağa bu çay akarsular. Nəticədə əgər əvvəllər ailə qurulurdu, ömürlük, birdəfəlik və həyat yoldaşı ilə sən bu yolu davam etdirirdinsə, bugünkü gün təəssüflər olsun ki, arvad alırsan, boşanırsan, xanım ərə gedir, boşanır və bəlkə də ailədə, təbii ki, ailə kompromisdir də, yəni birgə yaşamaq tək yaşamaqdan daha fərqlidir, çünki burada iki qoçun başı bir qazandadır. Və bəlkə də bəzi xanımlar fikirləşirlər ki, həcim olsa, məni saxlasa daha xoşbəxt olaram. Bu da bir uçurumdur. Ona görə düşüncələr, yetişməmiş düşüncələr və cəmiyyətin də bu sahəni, bu mühiti artıq boşanmış insanları normal qəbul etməsi təbii ki, boşanmanı adiləşdiribdir. Belə danışaq ki, ümumiyyətlə keçmiş dövrdə, məsələn, ailələrin, belə deyək, tövsiyəsi ilə qurulan ailələr var idi ki, hansı ki, məsələn, bu dövrdə elə şeylərə biraz daha dırnaq arası baxılır. Amma keçmiş dövrdə mən fikir vermişəm, məsələn, ailələr evləndirsə də o ailələr necə xoşbəxt olmağı bacarırdılar. Xoşbəxt olmasa belə bu barədə danışmırdılar və bir məsələ var idi. Azərbaycanın bir çox bölgələrində, kəndlərdə, nəinki regionlarda öz kəndindən başqa qırağa qız verib qız almırdılar. Yəni, sən öz kəndindən bir qonşunun, nə bilim, mahir əminin qızını aldınsa, təbii ki, sənin onunla boşanmaq və ya onun qızının gəlib deməyə ki, biz boşanaq çünki bizdə alınmır, çünki biz xoşbəxt deyilik, çünki sən mənə Dyson almırsan, mən iPhone işlətmirəm, mən ildə 2 dəfə səyahətə getmək istəyirəm. Bunu deməyə haqqı və düşünmək haqqı yox idi. Çünki bu ailə idi, bir dəfəlik təməl qoyulmuşdu. Hətta belə bir adətlər var idi, köbək kəsdi adəti var idi ki, iki dostun birinin qızı olur, birinin. Onlardan soruşmurdular ki, siz birgə... Bunlar sadəcə həyat yoldaşı olaraq növbəti mərhələdə bir ömür bərabər yaşamalıydılar. Bu yaxşıdır, yoxsa pis? Bəli, ailə dəyərləri baxımından ki, evladlar tam ailədə böyürdülər. Bugünkü gün boşanılır, ana oğlu ataya göstərmir. Oğula ata lazımdır, kişi kimi yetişmək üçün, böyümək üçün, məsləhət almaq üçün, suallarını vermək üçün. Amma ana bu evladı başlayır manipulyasiya obyekti olaraq əlində istifadə etməyə. Atada qıcıq yaranır, deyir, ümumiyyətlə mən buna aliment verməyəcəm, qoy getsin, özü bu əziyyəti çəksin. Valideynlər dalaşanda, ayrılanda udan-uduzan olmur. Məğlub evladlar olur. Evladlar da təbii ki, hər ikisinin doğması olduğuna görə bu artıq doğmalarını qoyurlar qırağa, başlayırlar bir-birlərinə nifrət, kin və nəsə sübut etməyə. Keçmiş dövrlərdə ümumiyyətlə boşanmalar da az idi. Son dövrlərdə məsələn boşanmalar. Eyni kənddən alırsan, sən nəsil ləcabətlə düşmən olardın da, hara boşanırsan? Amma indi boşanma bilsən necədir? Belə 2 vur 2 də. Yəni adam gəlir, evdə bir dənə xoşa gəlməz artıq ona qarşı söz istifadə olunan kimi heç cür kompromisə getmək istəmirlər. Xəyanət də adilləşibdir. Güzəşt yox. Mən düşünürəm ki, bunun təməlində güzəşt yanır. Ümumiyyətlə, yəni mümkün deyil ki, ideal iki tərəf olsun, davamlı, hər şeyləri uyğun olsun. Müəyyən qədər əlbəttə ki, insan arasında ziddiyyətli olmalıdır. Sadəcə kompromisə getmək məsələsi var. Güzəşt. İndi gəl bura, yenə də gəlirik sosial şəbəkələrə. Əvvəllər, indi Azərbaycanın bölgələrindən gətirmirəm ki, heç kəs öz üzərinə götürməsin. Kuybışevda, Rusiyada böyüyüb başa çatan bir xanımın universitetdə oxuduqdan sonra ərə getməyə 5 dənə kişi variantı var idi. Biri kolxoz sədrinin oğlu idi, ən imkanlı. Biri JEK-də işləyən Vasya idi. Biri sinif yoldaşı Seryoja idi. Nə bilim, biri də dəmir yolundan kəndə taksi şoförü və ya avtobus şoförü işləyən Mişa idi. Düzdür? Bu 5 nəfərlə artıq seçirdi hansı mənə daha uyğundur, hansı belə deyək də daha doğma gəlirsə onunla da ailə qururdu və ömür boyu yaşayırdı. Bu Rusiyada da belə idi. İndi o Kuybışevdakı Natasha deyir ki, mən bədən hissələrimi OnlyFans-a qoysam, mən buradan pul qazana bilərəm. Natashaya, nə bilim, Mustafa Misirdən yazır, Mahmud da Türkiyədən yazır, Azərbaycandan da Orxan yazır ki, sənin nə bomba arxa nahiyən var. Yəni alternativlər çoxalıb. Təbii, bu artıq başlayır o xəyal dünyasını yaşamağa ki, nə bilim, hansısa bir nümunələrə baxmağa ki, Ucqar kənddən kimsə gəldi Moskvaya, milyonerə ərə getdi. Bu Zoluşka nağılı var da rusların. Artıq Zoluşka gənc xanımların psixikasını pozdu. Dünyada cəmi 1% əhali
100 min dollardan çox pul qazanır. 1% əhali, yəni 8 milyard əhalinin cəmi 1%-nin qazancı illik 100 min dollar üzərindədir. Bu dəhşətli statistikadır. Və sən Azərbaycanda hansısa bir iqtisad universitetini qurtarmış, 2 il 600 manatlıq maaşa işləmiş, əskəriyə gedib gəlmiş, 29 yaşlı gəncdən 1% əhalinin uğur siyahısına düşmüş kişinin nəticəsini istəyirsən ki, evin olsun, maşının olsun, işin olsun. Bəli, valideyn olaraq o evladına görə rahat olmaq istəyir və bu təbii bir istəkdir. Amma sənin qızın onda nədir? Sənin qızın da onda təbii ki, hansısa bir zadəgan ailədən olmalıdır, hansısa rəsm əsərləri, nə bilim, dünya sərgilərində sərgilənməlidir, Nobel mükafatçısı almalıdır hansısa bir əməliyyata görə. Yəni, bunu istəyən, tələb edən valideynlərin və ya xanımın özləri bir çox halda sıfırdır. Ona görə də artıq nə var? Burada evlənərək qabağa düşmək istəyi var. Evlənərək nəsə bir xoşuma gəlməz, sonra boşanaram, evin yarısı mənə qalar məsələsi var. Xanımlarda da standart bir sxemlər var. Artıq bu mövcuddur. Tək Azərbaycandan demirəm, heç kəsin xəttinə dəyməsin. Eyni hadisələr Ukraynada da, Rusiyada da, Qazaxstanda da baş verir. Gəlir birinci ərə gedir, sonra deyir, mən sən valideynlərlə yaşaya bilmirəm. Gəl buranı sataq, valideynləri bağa köçürək. Biz özümüz cavan ailəyik, valideynlər də buna razılaşırlar evladlarının xoşbəxtliyi üçün. Artıq bu ev nikah vaxtı alınan ev siyahısına düşür. Sonra da uşaq olur, deyir artıq uşağım da var. Neynirəm? Bundan səhərdən axşama kimi vaxt keçirəm. Gör, sosial şəbəkələrim dağılır. Sinif yoldaşım, tələbə yoldaşım, qonşudakı çay evinin yiyəsi, hamı mənə yazır ki, sən nə qəşəngsən, nə gözəlsən. Bir dənə bundan canım qutarsa, mən də həyatımı yaşayaram. Aldadıcı bu yüngül yol dalınca gedir və ona görə deyir, boşanıram. Boşanandan sonra da artıq o böyük günahın qapısını balaca günah açır. Artıq itirəcək bir şey yox. 5 gün bu qucaqda, 6 gün bu qucaqda, evladlar aralıqda və təbii ki, ailə institutu təəssüflər olsun ki, dağılır. Bəs evlilik üçün səncə əsas kriteriyalar nə olmalıdır? Sənin məsələn bir meyarların varmı? Ki, məsələn, bu iki insan evlənə bilər. 3 hədəf var da, standart biz bunu bilirik. Seksual uyğunluq, dünya görüşünün uyğunluğu. Çünki insanlar axşam oturanda, işıq yanmayanda, çıraq işığında olsa belə bir-biri ilə danışacaq mövzular olmalıdır. Üçüncü də həyat hədəfləri. Əgər mən Bakıda yaşamaq istəmirəmsə, istəyirəm İspaniyada, Barcelonada yaşayım. Amma xanım deyir ki, yox, mən nəinki Bakıda, mən kəndə getmək istəyirəm, kənddə yaşamaq istəyirəm, inək sağmaq istəyirəm, indi absurd misallar gətirirəm. Təbii ki, bizim yolumuz bir deyil. Bizim həyat baxışlarımız, həyat fəlsəfəmiz ki, ikimiz də səyahət xoşlayırıq və maddi bərabərlik də bir olmalıdır. Çünki çox kasıb və çox varlı insanlardan qorxuram mən, açığı. Çünki çox varlılarda bir çox halda adi, ənənəvi dəyərlər olmur. Və çox kasıbın da bir çox halda görməmişliyi olur. Və bu görməmişlik, görməmişin görməyə çox pis bir hallara gətirir. İnsanları hardasa bəzi halda xoşa gəlməz nəticələrə gətirir. Arada da yenə deyirəm, zərbəli, bu indiki nəsil var. Gör nə qədər atasız böyüyən oğullar, qızlar olacaq. Çünki əgər qız da atasız böyübsə, bu da böyük problemdir. Bu qız artıq evdə kişinin yerini bilmir. Çünki evdə kişi əgər hörmət, sayğı, qayğı ilə rastlaşıbsa və bu görüb ki, çünki qız uşağı ilk kişi nümunəsini öz atasından görür. Atasının söyüş söyməməyindən, atasının anasına qarşı qayğısından, diqqətindən, deyir, mənim də həyat yoldaşım atam kimi olacaq. Amma bu atasını görmür, atası anasına zəng eləyir, xoşa gəlməz sözlər deyir, anası buna pis sözlər deyir, aliment gecikir. Artıq bunun daxilində kişilərə qarşı bir kin toxumu əkilir. Kin toxumu əkilir. Həqiqətən mən də bunu necə müşahidə edirəm? Məsələn, belə bir misal sadalayım ki, ümumiyyətlə bu dəqiqə məsələn tanışdıqlarda artıq evliliyə gedən yolda məsələn suallar olur da müəyyən ki, məsələn yemək bişirməyə münasibətin necədir? Qız qayıdır deyir ki, yox, yemək saat nədir? Yəni bunun volt var da, çöldən sifariş eləyəcək falan. Elə mən bunu sənsiz də eləyirəm. Amma sual verirsən ki, məsələn, yaxşı da qadın yemək bişirmək, qul, yəni evdə xadiməçi kimi fikirlər ortaya düşür. Deyirsən ki, yaxşı sizin evinizdə bəs yeməyi kim bişirir də? Papa bişirirdi yoxsa mama? Qayıdır deyir ki, anam.
Sən yaxşı, sənin anan pis qadın idi onda. Yenə də bir cavab Mənim tapılır, smart əlbəttə ki, plesosum var. verilir. Mənim paltar yuyan maşınım var. Mənim istədiyim restorandan yemək sifariş etmək imkanım var. Mənim aerogrillim var. Yəni özüm onun içinə daxil edirəm, özüm üçün bişirirəm. Və birgə yaşayaraq biz əgər daha da xoşbəxt olacağıqsa, o demək deyil ki, mən evə qulluqçu gətirirəm. Açığı mən özüm üçün, məsələ, aylıq 10.000 pul qazanıram. Məsələ üçün deyirəm də, mənə əgər yemək bişirməyəcək, elə məni kimi biz də bütün gün dünyanı səyahət eləyəcəyik, tamam, o da qoy onda öz sahəsində uğurlu olsun. O da bir 10.000 pul qazansın ki, Razıyam. biz 20.000-ə, mən 10.000-ə yaşamıram, 20.000-ə bundan da yaxşı yaşayaq. Yoxsa sən mənim 10.000-imə göz tik, denən ya mama ilə papa gilə də kömək eləyək, qardaşım da indi işsizdir, onu da harasa düzəldək, nə bilim, qardaşıma bir maşın alaq, taksi ilə başını qatsın, yəni mənim 10.000-imlə mən bunu eləyəcəm. Üstəlik, evə yemək sifariş edirəm, yəni sən... Niyə evlənəsən? Əlavə yük götürürsən sanki. Mənə bu münasibətdə nə verəcəksən? Odur, Məsələ ondadır ki, əgər biz münasibətə gəliriksə bir-birimizdən nəsə almaq üçün, bunun axırı yoxdur. Əgər biz münasibətə gəlirik bir-birimizə vermək üçün, qayğı, diqqət, sayğı, nə bilim, təəccüb, çünki kişi olaraq təbii ki, sən qadını təəccübləndirə bilərsən də, hansısa bir olmadığı bir məkanla, yemədiyi bir yeməklə, səyahət etmədiyi bir ölkə ilə, amma o da onun qarşılığında sənə hər şeyə təşəkkür etməyi bacarmalıdır, qayğı verməlidir və o da uğurlu olmalıdır. Çünki mən işdən yorğun gəlim evə, bu da bütün günü evdədir. Biz indi bütün gün çəkilişlər edirik. Bu mövzuda mən açığı biraz sosial medianı roluna değinmək istəyirəm. Səbəb nədir? Deyim kimi, qadın bildirir ki, gördün filan kəsin ailəsi, bəs bunlar Maldivdədirlər, bunlar istirahət edirlər, mən niyə sən evdə yemək pişirməliyəm? Ümumiyyətlə, qadın psixologiyasında belə bir şey diqqətimi çəkib həqiqətən. Davamlı müqayisə içindədirlər, davamlı bəhs. Yəni ki, filan kəsdə var, məndə niyə yoxdur? Yəni, neçə kişidə müşahidə eləmirsən ki, bir-birinin ayaqqabısını, məsələn, paxıllığını çəksinlər. Yox, indi qadının şur olaraq daha çox emosional məxluq olduğuna görə paxıllıq hissi qadınlarda daha sərtdir, daha çoxdur və bu səbəbdən qadınların arasında dostluq olmur. Əgər bir qadın ailəsi boşanıbsa və bu fahişədirsə və ya hansısa bir pis yolda, yəni nə bilim, bir neçə qarpız tutub bir əldə, o istəyər ki, ailəsi olan xanım da boşansın, çünki cəmiyyətdə bu onun yanında kontrast qınaq kimi görsənməsin. Ona görə qadının dostu da, yoldaşı da, nə bilim, sevgilisi də hamısı həyat yoldaşında tapmalıdır. İstəsə də, istəməsə də. Digər tərəfdən biz indi danışırıq. Sən 29 yaşın var, savadlısan, çalışırsan, nələrsə edirsən. Eyniliklə də bəlkə 29 yaşlı xanımlar var ki, hansısa bankda işləyir, normal maaş alır, o da özünə uyğun bir adam tapa bilmir. Çünki əvvəllər deyirlər, eşşək anqırar, tayını tapar. Hamı istəyir yuxarıdan qopartsın. O bankda işləyib 2000-3000 manat maaş alan xanım da istəyir ki, hansısa oliqarxa ərə getsin. Kişi də görür ki, gedirəm, hamı məndən nəsə tələb eləyir. Elə mən də gedim bir dənə varlı bir xanımla ailə qurum, mən də elə bu problemi. Artıq dəyərlər gedir və cəmiyyətin nə deyəcəyinə də çox önəm verilir. Bu yaxınlarda çox tanınmış iş adamı Araz Ağalarov, Rusiyanın ən varlı insanlarından biri, 27 yaşlı xanımla ailə qurdu. Araz Ağalarov Forbes siyasında 55-ci yerdədir. Rusiyanın ən varlı adamlarından biridir. Ailə qurduğu xanımın 27 yaşı var. Kommentlərdə başladılar insanlar yazmağa. Nəvəsi yaşında. Bu xoşbəxtdir, bunun imkanı var. Bu 70 yaşda, 70 yaşlı xanımla hansının ki podaqrası var, revmatizması var, nə bilim, artrozu var, baş ağrısı var. Bu bununla yaşamaq istəmir. Bu oliqarxdır, bunun imkanı var və bu xanımla bu 27 yaşında evlənməyib. 20 yaşından evlənibdir. Mən Ukraynanın ən varlı adamlarından biri, dizayner qruplar üçün ev tikirdi. Qızı 18 yaşda evlənib, kişinin 70-ə yaxın yaşı var. 19-da oğlan uşağı doğub bunun üçün, heç nigahları falan da yoxdur. Onun üçün villa tikdi, nə bilim, mühafizə, maşın, qız artıq dizayn kursuna gedirdi. Pulu var, eləyir. Və məqsəd nədir? Xoşbəxt olmaqdır. İndi güya bu qız xoşbəxt deyil, sadəcə bəziləri qısqanclıq yanaşırlar, qızlar yazırlar. Harada tapırlar belə kişiləri? Bu 20 yaşdan bununla olub, artıq 2 evlad dünyaya gətiribdir və bu və ya digər səbəbdən düşünüb ki, bu mənim
həyat yoldaşım olmağa layiqdir və evlənibdir. Vladimir Putin özü Alina Kabayeva ilə artıq onların münasibətləri olduğu cəmiyyətdə danışılanda 20 yaşı var idi. Niyə? Çünki səlahiyyəti var, pulu var, nüfuzludur və istəmirdi o Lyudmila hansıyla ki, o kasıb gün. İndi bəziləri deyəcək bu xəyanətdirmi? Amma Lyudmilanın da pulu olduğuna görə 25-30 yaşlı, çox belə xarizmatik, təravətli bir oğlanla həyat qurdu. Sadəcə Azərbaycanda xanımlar kişilərdən maddi tərəfdən asılı olduğuna görə biz belə nümunələr az görürük. Məsələn, Fransada da görərsən ki, 65 yaşlı xanım ailə həyatı qurursa, 25 yaşlı oğlanla qurmaq istəyir. Və pulu var və bu 25 yaşlı oğlana da şəraiti yaradır. Bu dəqiqə biz demokratik, azad seçim mühitindəyik və biz əvvəlki kimi valideynlərimizin o saf sevgi mühitini axtarsaq da bugün bunu tapmayacağıq. Bugünkü gün bazar iqtisadiyyətidir. Sən mənə nə verirsən, mən sənə bunun qarşılığında nə verirəm. Və əgər bizim razılaşma uyğundursa, bəlkə də biz daha çox xoşbəxt ola bilərik. Nəinki o saf, o vaxtki sevgiyə inanaraq ki, valideynlərimiz də belə idi, biz də belə edərik. Mən gənclərimizə hər dəfə tövsiyə edirəm. Evlənin, xoşbəxt olun, yaşayın, amma şərti şumda kəsin. Nigah müqaviləsi edin. Bax, sənə də deyirəm, evlənəndə nigah müqaviləsi bağlayırsan, şərti şumda kəsirsən. Ona görə yox ki, sən sabah boşanacaqsan. Ona görə siz əvvəlcədən gedəcəyiniz yolda hansı bəndlərdə kimin hansı öhdəliyi olacağını razılaşdırmısınız. Bir də deyinmək istəyirəm bu uşağın ailədə mövqeyinə. Bayaq bildirdin ki, boşanmalar çox olur. Uşaq məsələn qalır ana ilə. Çox vaxt zaten qanunvericilik bunu dəstəkləyir ki, uşaq daha çox ana ilə qalsın. Ana əgər əxlaqsız deyilsə, bu sübut olunmursa, məhkəmədə biabırçılıq olmursa, bəli, ana ilə qalır. Amma mən məsələn cəmiyyətdə ümumiyyətlə son əsasən də 90-lardan bu yana müşahidə edirəm ki, uşağa daha çox investisiya kimi baxırlar. Ki uşağı oxutduracam, böyüyəcək, sonra uğurlu karyera, status, pullar və bizə baxacaq. Və bu istərsizcə uşağın artıq psixologiyasına belə mənfi təsir göstərir ki, bir tipli mənə əşya, mənə hansısa bir obyekt yanaşması ilə baxırlar. Səncə bu nə qədər doğrudur? Ümumiyyətlə uşağa yanaşma necə olmalıdır? Mən çox savadlı və uğurlu bildiyim bir dostumuz xarici ölkədə şirkət rəhbəridir. Yəni iri bir şirkətin rəhbəridir. Bu yaxınlarda Bakıdaydı. Biz oturduq, vaxt keçirdik. Çox maraqlı, düşüncəli insandır, amma bir məqamda mənə dedi ki, mən uşaqları böyüdürəm, yaşlaşanda mənə baxacaqlar. Kranım qırılacaq, kranımı düzəldəcək. Mən ona zəng eləyəcəm, köpək oğlu, gəl kranımı düzəld. Və o onu elə belə ciddiyyətlə deyir ki, sanki o günü gözləyir. Gözləyir ki, bunun 70 yaşı olsun. Fikirləşmir ki, uşaqlar böyüyəcəklər, öz həyatlarını yaşayacaqlar, xoşbəxt olacaqlar. Bu uşaqları mənə böyütməkdə yardımcı olan, mənim tərəfdaşım olan, həyat yoldaşımı da götürüb dünyanı gəzərəm. Nəsə bir, ondan sonra artıq bu özgür, yenə müstəqil və məsuliyyətsiz həyatımızı yaşayarıq da, öhdəçiliksiz həyatımızı yaşayarıq və daha rahat deyir, yox, oturacağım, deyəcəm ki, obyekt və əşya. Ona görə də insanı xoşbəxt edən bir neçə amillərdən biri də, bəlkə də birincisi, sevimli işdir. Freyd nəzəriyyəsi var xoşbəxtlikdə, seks, dadlı yemək və sevimli iş. Yəni, bəsit Freyd nəzəriyyəsini götürsək ki, Freyd 90% insanların psixologiyasını əhatə edir. Sevimli iş belə olmur. Mənim məsələ barmaqlarım uzundur deyə, mən pianoda ifa edirdim. Mənim valideynlərim istəyirdilər ki, mən həkim olum və güya ki, mən cərrah olacam. Nə var, barmaqlarım uzundur. Yəni, mən də bu məsələyə görə qoyulmuşam kimya, riyaziyyat təmayülü bir liseyə və güya ki, tibb universitetinə daxil olmalıydım. O da mənim ümumiyyətlə marağım yox idi. Nə biologiyaya, nə kimyaya, zorakılıqla hazırlıq kurslarına gedirdim və təbii ki, şükür Allaha ki, mən tibb müalicə işinə qəbul olmadım. Çünki bugünkü gün xoşum gəlməyən bir appendisit kəsərdim səndən burada istədiyimiz mövzuda danışmaqdansa. Və heç kəsə, yəni valideyn obyekt kimi bəslədiyinə görə uşağa münasibəti deyir, hə, bu vəkil olacaq, bu, nə bilim, hüquqşünas olacaq, bu həkim olacaq. Baxır cəmiyyətdə pul qazanan sahələr nədirsə, indi son zamanlar insanlar IT texnologiyaları övladlarını qoyurlar. Ona görə yox ki, uşağın ona marağı var, sevgisi var, rəqəmlər, proqramlaşdırma dilləri maraqlıdır, Python, C++, nə bilim, JavaScript, çox darıxdırıcı və maraqsızdır. Gemaroyun əmisi uşaqlarıdır bu sahələr. Amma valideyn fikirləşir ki, uşağımın pulu olsa xoşbəxt olacaq. Çünki valideynlərimizin və bizim taytuşlarımızın hansı ki artıq valideyndir, böyük əksəriyyətinin həyatda çətinliklərini maddiyyətə bağlayıblar.
və öz bəlkə də uğursuzluqlarını maddiyyatda gördüklərinə görə düşünmürlər ki, mənim uşağım santexnik ola da xoşbəxt ola bilər, motorist ola da xoşbəxt ola bilər. Əslində, yenə deyirəm də, xoşbəxtliyin komponentləri çox azdır və kim olmağımızdan asılı olmayaraq hamı istəyir ki, xoşbəxt olsun. İstər ailədə, istər evladı. Yəni, əgər ailə başçısı olaraq da mən xoşbəxt deyiləmsə, mənim nə evladım, nə yoldaşım xoşbəxt ola bilməz. Əgər yoldaşım xoşbəxt deyilsə, çünki biz eyni məkandayıq. Artıq bu suratsız, kefsiz, əhvalsız bir nəfər adam, o bir boçka bala qatılan bir qaşıq pox kimi olacaq, başa düşdün? O evdə mühiti, yəni ona görə bu qarmoniya olmalıdır, qarşılıqlı hörmət olmalıdır, sayğı olmalıdır və təəssüflər olsun ki, mən bugünə qədər elə bir xanım görmürəm ki, bu xanımla mən tək olduğumdan daha xoşbəxt olum. 42 yaşım var, sənin 29 yaşın var, sənə də mən deyə bilmərəm ki, niyə evlənmirsən? Çünki bu, belə deyək də, evlənməyin özü bir instrument deyil. Evlənərək daha xoşbəxt olacaqsansa, sən cəhal evlənməlisən. Amma evlənərək, yükdür, hamı evlənir, sənə də lazımdır. Bu yaxınlarda bir ildə evlənən dostumu gördüm. Deyirəm, necəsən, nətərsən? Deyir, dözürəm də. Deyirəm, nə mənada? Deyir, ailə belə də, ya dözürsən, ya da boşanırsan. Başqa cür olmur ki. Yəni, insanların artıq evlənərək xoşbəxt olmaq ümidi də təəssüflər olsun ki, cəmiyyətdə olan bu çox saylı nümunələrə görə itirilib. Belə evlən düzələcək stereotipinin qurbanlarıdır, deyə bilərik. Evlənə görək nə olur da? Görək nə olur? Burada bayaq əslində bir məqama toxundun, o mənim üçün əslində çox önəmli mövzudur. İstəyirəm bu haqda sənə bir sual verim ki, deməli, uşağın ailədə sərhədlərinin və hüquqlarının qorunması məsələsi. Bayaq bildirdiyin, uşaq doğulur, yavaş-yavaş böyüdülür, məktəbə qoyurlar, onsuz da uşaq hələ məktəbdən qabaq deyirlər ki, bu müsəlmandır, sünnət edirlər. Sünnət edirlər. Sonra xaçpərəsti boğazından xaç əsirlər. Yəni heç bir fikir və istək soruşmadan. Yoxdur. Normal olaraq indi məktəbə qoyulma zaten yaşında uşaqdan bir şey soruşmaq, yəni 5 yaşında uşaq, 6 yaşında uşaq məktəbə gedəndə sən 82 nömrəli məktəbə getmək istəyirsən, yoxsa 192, bu soruşulmayacaq əlbəttə ki, amma universitetdən seçimindən başlayır artıq hər şey ki, sən filan ixtisas oxumalısan, bizim nəslimizdə hamı bank işçisi olubdur, sən də bankirlərin yolunu davam etdirəcəksən. Əlavə olaraq sonra gəlir bu, onsuz da deyim ki, standart bir Azərbaycanlı insanın, orta səsli bir Azərbaycanın həyatı necə gedir? Məktəbdir, yeniyetməlik, sonra universitetdir, evlən, uşaq olsun, falan filan, qocal, sonra nəvələrə bax, sonra öl, qutar, get, heç adam heç başa düşmür ki, bu həyata niyə gəldi, niyə getdi, heç özünü heç vaxt sorğulamağa vaxtı belə olmur, çünki maddə həyata hamı necə bilsən də elə də, çünki bu məsələ var da, nümunə yoxdur ki, mən başqa cür edəcəm, mən başqa cür istəyirəm, hamı necə sən də elə. Və bu yanaşma məncə insanın bir fərd olaraq yetişdirilməsinin qarşısını alır. Çünki deyim kimi, universitet seçimini valideyn elədi. Gəldi, qız seçimini, atıram evlənməyə və yaxud da oğlan seçimini ailə elədi. Sabah bir uşağa belə hətta ailə qərar verir ki, evlənən kimi deyirlər ki, mən nə qədər ailə görmüşəm ki, məsələn bu əsasən cavan ailələrdə. Evlənən kimi uşaq. İnandırım səni ki, bu heç onların üst seçimi deyil ha. Evlənəndə bax qız tərəf qayıdır deyir ki, yəqin oğlanda problem var. Uşağı olmur da. Yəni heç bir tərəf fikirləşmir ki, bu yazıqlar elə qoy 2-3 il yaşasınlar bir evin içində və ki, bunlar uyğun deyillərsə, bir gün boşanacaqlar. Boşansınlar, uşaq ortada qalacaq. Heç önəmli deyil. Ailə səadəti üçün uşaq olsun, kifayətdir. İndi hardasa uşaq da əslində bu etiraz var ha. Etiraz bitəndən sonra ailəni birləşdirən təməldən biri də orta maraqdır. Orta maraq da nədir? Uşaq. Uşaq da böyüdükcə hərəsi kimsə öz atasının bir xüsusiyyətini görür onda, kimsə anasını oxşadır, əks tərəfdə eyniliklə, pis xəsiyyəti olur, deyir anan tərəfə çəkdin, yaxşı xəsiyyəti olur, deyir biz tərəfə çəkdin, anası da eyniliklə. Yəni bu da hardasa ailənin bəlkəmdə uşaq təməlidir, ona görə baxırıq ki, hətta təəssüflər olsun ki, illərlə evladı olmayan ailələr də dağılmağa məruz qalırlar bir çox halda, çünki evlənmisənsə, niyə də yox da, niyə də olmasın? Çünki uşaq əksinə ailəyə bəlkəm də rəng qatacaq ən əsas bir şəxsdir. Yaxşı, bəs sualın bayaqki əslində davamını gətirim, sonlandırım ki, uşağa seçim hüququ verməmək gələcəkdə hansı problemlərə? Heç nə də, bu broilerdir. Məsələ, biz görürük ki, toya gelsən, bəyin 23 yaşı var da. Bu nədir ki? Bu atası öz imkanı var deyə
Deyir, neçə ki imkanım var, oğlumu evləndirim. Buna təbii artım kimi baxır ki, mənə oxşayan adamın bir davamı olsun. Çünki hər şeyin kökündə bir instinkt də var. Artım instinkti də insanların ən vacib elementlərindən biridir. Fikirləşir, oğlumu evləndirim, saxlayaram, baxaram, sonra biznesimi də verərəm. Bu da bunun seçimi deyil. Ona görə ata faktiki olaraq buna bir biznes layihə kimi baxır. Nəticədə də biznes layihə ya tutmur, ya tutur, ya alınır, ya alınmır. Ata da ölənə qədər nəvəsinə də baxır. Sonra da bunlara saxlayır. Bizdə ümumiyyətlə Bakı şəhərindəki evlərin qiymətindən xəbərim var da. Yəni neçə yaşında oğlan özü ixtisas seçərək, əskəriyə gedib gələrək, işləyərək O evi ala 300 bilər. min manata ev ala bilər. Maaşlara baxsaq. İpoteka 25 il, 30 Ən il. yaxşı halda o ipotekada verilsə, verilən kimi də o həmən ipoteka fondundan götürülür o pullar. Mümkünsüzdür. Ona görə evlənənlərin böyük əksəriyyətinin maddi yəni tərəfini valideynlər götürür deyə, deyir, pulu mən verirəm, musiqi ilə mən sifariş edəcəm. Köpək oğlu, sən nə adam olmusan, sən qərar qəbul edəcəksən. Yəni şəxsiyyət kimi qəbul etmirik. Mənim bir layihəmdir. Bu layihənin yeməyini də verirəm, içməyini də verirəm, evini də mən vermişəm və mən nə demişəm, onu da eləyəcək. Məncə 20 yaşda evlənmək lazımdır. Ayılmamış. İnstinktiv, yəni ürəyin istəyir də, başa düşdün ki, testosteron dərəcən elə yüksəkdir, fışqırır da, başa düşdün. Sən sadəcə evlənmək istəyirsən, çünki bu xanımın məməsi var. Başqa heç nə sənə maraqlı deyil, başa düşdün. Bu məməlidir və sənin nəsil nəcabətini davam etdirəcək. Sən hər şeyə hazırsan buna görə. Sonra da 40-dan sonra da artıq uşaqlar böyüdü. 45-də də alınmadısa artıq uşaqlar böyük, gəlib hərəviz öz həyatını yaşaya bilərsiniz. Yəni bu modeldə hətta boşanmaya bəraət qazandıra bilərik ki, 25 yaşda evladları böyüdüb başa çatdırıblar və 45 yaşda gedib öz həyatlarını yaşayırlar. Ona görə 20-də evlənmək hardasa belədir. Amma 45-də evlənmək xatirinə evlənmək və ya 29-da sən bu qədər yəni çalışmısan, nəsə etmisən, təcrübə qazanmısan, hörmət qazanmısan, əlaqələr qurmusan, boşanım ki, sonra yəni evlənim ki, sonra boşanaram və ya bu ehtimal böyükdürsə, eşşəyə minmək bir ayıb, düşmək 2 ayıb. Yəni evlənənlər əslində romantiklərdir. Hansıların ki, belə bir duyğusal bir nümunəsi var. Amma sonra da reallığa gəlib çıxır da. Reallıq da nədir? Qaz pulu, işıq pulu, su pulu. Gələndə 15%lıq smitan alarsan. Bəs mən dedim 15%lıq alarsan, 25%lıq aldın. Mənə qulaq asmırsan. Yəni adam da var ki, 15%lıq aldın. Nə yaxşı 15%lıq aldın. Yağlılığı azdır, bu daha xeyirdir. Yəni bunu artıq bu ünsiyyətdir, bu münasibətdir, bu bir-birlərinə qarşı belə deyək də yanaşmadır. Və yanaşma yaxşı deyilsə, buradan heç bir yaxşı bir şey çıxmayacaq.